Salam əziz dostlar. Demək əziz qardaşlar, sizə bildirmək istəyirəm. Rus silahlarını göstərdim. Ijevski zavodlar, nə bilim, MR-155, MR-156 hamısını bunları bəx az öncəki videoda dedim. Növbəti videomda buradan başlayaraq mən hamısına göstərirəm. Demək, burada Rus silahlarından MR deyirəm, BKS 16 kalibr 4 atan silahımız mövcuddur. Və buradan Akkar silahları, sonra MR-156, MR-155 və Stogerlər gəldi, İmpalalar, Huglular, Atarmısniyoların bir çox növləri, sonra Churchill, Kral Armstar, Raptorlar, sonra Benelli, sonra nə bilim 20 kalibr pompalı gördüyünüz bu necə deyim, Kral Arms'ın 20 kan pompalısı belə 20 kalibrlərimiz də var. Yəni 5 atılanların da qiyməti belə deyim 1000 manat civarından başlayaraq hərəkət edir yuxarı. Çeşidlərdən asılıdır. Məsələn, milyoncu çeşid var, taktikal silahlar var, hamısını var. Bu silahları göstərmə məqsədim odur ki, görəsiniz. Məsələn, belə deyək də, qoşarlar tutmuşuq ancaq Rus silahı, düzdürmü? Kral Arms'ın elə bir silahı var ki, çox gözəl, görünüşü də qəşəng, işlənməsi də super, baxa bilərsiniz. Çox qəşəng, səlis bir silahdır. Bütün ovçular tərəfindən sevilən bir silahdır. Bunu mən sizə göstərmək istəyirəm və bunun başqa bir formada işlənmə formasında var. Bu da həmin o bildiyimiz kral ailəsinə məxsusdur. Gördüyünüz kimi 76 lülədir, Türkiyə istehsalıdır və bu silahın istehsalatı ən çox xarici, Benelli, Beretta tipinə uyğun olaraq istehsal olunub. Yəni, gözəlliyindən də bilinir ki, bu necə silahdır. İndi mən bu silahı sizə bizim Sovet dövründən bu yana beynimizə həkk olub, Rus gedirik. Məsələn, mən dostuma Atarmısniyo SP biləcik verdim o vaxtı, 2 il bundan qabaq. O istifadə elədi. Bugünkü günü deyir ki, nə danışsam, bu həyatdır. İndi də o beyninizdəki sualları həll etmək üçün birinci növbədə alın bu silahı, ondan sonra qərar. Məndən almayın, gedin kimdən siz alın. Fərqi yoxdur. Amma keyfiyyət sardan. Keyfiyyəti özünüz təyin edin, özünüz bilin. Yəni, bütün demək olar ki, belə deyim, cənub bölgəsindən Azərbaycanın bir çox bölgələrindən məni tanıyanlar bilirlər ki, heç vaxt keyfiyyətində şikayəti olan və yaxud da mənşəyi